Abi günortalı koyunu bırak kessin ha. Koyunu aç kessin ha. Abi günortalı koyunu aç kessin. Ay tez aç günortalı koyunu aç kessin. Niye rengim sen aç kessin koyunu. Aç aç. Balalı koyunu açsın sen. Ha aç hayvanları. Hey! Hey good. Hey! Hey! Sağ ol. Niye durmuşsun sen de mal aç gelsin. Hayır abin. Günorta oldu mal açın gelsin. Hala lazım bir yok. Üzerine bir gitsin mal açtığı zarı. Bir de çay grağı da üzerine bir hem çek. Bir ne değilim bir gitsin ha. Aç. İşte de özüne yapar. Canavarda gözde koyunu canavar kırar. Açır öyle. Apar ihtiyatlı ol. Gözde canavar koyuna düşer kırar. Gel çağır özüne yapar. Mala da nezaret yeri. Orada mala da nezaret yeri. Ay abin. Açır. Av. Ağaç aldı elimizde. Ne ağacına öyle? Av. Adət-ənənə ilə ailə quran, çətinliklərə sinə gələn və xoşbəxt yaşayan cütlük. 1993-cü ildə Laçın rayon Qorçu kəndini ən son tərk edən ailələrdən biri də Ələkbərov bəylər Qədiroğlunun ailəsidir. 1993-cü ildə Kəlbəcər rayonu ilə birlikdə Laçın rayonunu məcbur qalaraq tərk edən Ələkbərovlar ailəsi elə o zamandan Şəki rayon Qayabaşı kəndində yaşayıblar. Ələkbərov bəylər Qədiroğlu və onun həyat yoldaşı Ələkbərova Hörmət Həmid qızı təhsil almalarına baxmayaraq özlərinə Şəkidə yenidən təsərrüfat qurmağa qərar veriblər və bu günə qədər ailənin maddi təminatını öz təsərrüfatları hesabına qarşılayıblar. Ələkbərovlar ailəsi Qarabağ işğaldan azad ediləndən sonra doğma kəndlərini ziyarət ediblər. Bəylər bəy və Hörmət xanım Laçın rayon Qorçu kəndində fermer təsərrüfatı qurub qalan ömürlərini şad xürrəm yaşamaq istəyirlər. Ailə fermer kimi qeydə alınmasını və gələcəkdə fermanın Laçın rayon Qorçu kəndində qurulması üçün onlara dövlətin dəstək verməsini istəyir. Biz də Media TV olaraq ailəyə Laçınlı günlər arzulayırıq. Etdim Laçın torpağını gəzdim. Oranı 2 dənə yerli uşaq apardım. Oğlumun dostlarını özümüzlə apardıq.
Onlar bizim orada erməni dağdan evləri gəlib, görüb. Gəlib burada deyib ki, biz indi yaşayış yaşayırıq, amma onlar orada yaşayış yaşayırmış. Hərlənirdim demək, nə qırırdım, deyirdim ki, Bibi qurban, mən hara hərlənsəm hərlən, gör bizdə nə qədər həyatın bitkiləri var, təbiətin nə qədər sərvəti var bu torpaqda. Kəlbəcər torpağına keçəndə, dedim ki, başına dönüm, qaydım pəncərədən baxın. Demək, Kəlbəcərin bir yerində torpağı eşib, bulduzerlər töküb, 7-8 rəngdə yerin altından torpaq çıxıb. Dedim ki, qaydın, yerin altından çıxan torpağın rənginə, sərvətinə baxın. Dağlar marala qaldı, otu sarala qaldı. O qəşəng bülür bulaqlar, göy yaylaqlar 30 ildir qənimə qaldı. İndi şükür ilahiyə. Şükür, indi özümüz gedib istifadə eləyirik. Laçından 4 aydır gətdiyim sudan hələ orada kanistirdə saxlayıram. Hər gələnlərə deyirəm, Laçın suyudur bu. Oradan gətdiyim bitkilərdən qurutmuşam. Qızın ikisi Rusiyada yaşayır, orada göndərmişəm. Laçın kəkotsu, Laçın qırpığımı. Şükür. Bugünkü günümüzə çox şükür. Ölənlər ölüb, qalanlarımız arzusuna çatır. Öz torpaqlarımızı gedir, görür. Həyatdır da. Allah qənimin ağzını, gözünü bağlasın. Allah şəhidlərimizin ruhunu şad eləsin. Analarına səbir versin. Şəhid tək onların balası deyil, hamımızın balasıdır. Ona görə ki, bizim vətən üzündən gedibdir. Sağ olsun. Bizim canavar ürəkli oğlanlarımız, pələng ürəkli oğlanlarımız heç biri birini qoyub qaçmadı. Hamısı şükür ilahinin dərgahına. Bir-biri müdafiə elədi. Bu indiki ortancıl nəvəm o döyüşün əvvəldən axıra orada iştirak eləyibdi. Saldatlıqdan da sonra gəlmədi, qalıbdı, orada iştirak eləyir. Ay Nazlı, kündə gətir. Bir fələ məndən ləyən istəyir bu. Denən zərş kündə gətir mənə. Mənim bu dövlətim heç biri yox idi. Hamısı qalmışdı Kəlbəcər dərəsində erməniyə. Balaca qardaşım qalmışdı heyvanımızı gətirməyə. Biz uşaqları, qız gəlini, mənim şəxsən özümün 5 qızım, bir dənə oğlum vardı. Oğlum da balaca idi. Amma balaca qardaşım malı yığmağı dedim, sən yığ gətir, mən tuneli keçib qayıdacağım. Elə bir iş oldu ki, biz tuneli də qismət olmalı keçməyimiz. Başqa dağlarla keçdik. Müraşilik getdik, balaca qardaşım. Gəldik bir 4 gün gözləyəndə sonra piyada atılan qaçdı, gəldi ki, mal qaldı bəylikdə, məzahirin qapısında. Ata-bala bizim dövlətimiz neçə bacı qardaşısa, hamımızın dövlətimiz, evimiz qaldı erməniyə. İkinci dəfə idi, 93-cü ildə ikinci dəfə qaçmışdıq. Bax, onda mənim heyvanım hamısı qaldı Kəlbəcərdə erməniyə, bu dövlətin biri yox idi. Gəldim burada, qaynatan bana birinə bir dana verdi, 6 dənə qoyun heyvanı verdi. Özüm də kolxoza işlədim. Yavaş-yavaş demək, süd uyuşan kimi uyuşduq. O 5 kızı da burada köçürtmüşəm. O bir oğlumu da burada evləndirmişəm. Hal-hazırda 3 oğul nəvəm var. O oğlumda biri polisdir, biri hərbiçidir, biri də əskərə get vaxtı azalır. Özümdə 67 yaşım var. 9 bacı qardaş olmuşuq. Hərəmiz düşmüşük bir yöna, bir balaca qardaşım burada mənlə qonşudur. Ancaq burada dolanışığımız heyvanlandır. Mal qoyun özümüzə görə düzəldir, təsərrüfat yaratmışıq. 2 hektar burada xüsusi adamda torpaq almışam, ömürlük. Qalanda bələdiyyə yerləri var, orayla alıb cəmaatda yer əkib, heyvanımızı dolandırmaq üçün qış yemi kömürüyürük. Özümüz də burada dolanırıq. 30 ildir ki, mən Şəki rayonu Qayabaş kəndə yaşayıram. Gözəl cəmaatdır, gözəl rayondur. Hamıya bu cəmaat biz qaçıb gələndə hamı bizə qucaq açdı. Lap burada advad deyərəm, müəyyən yoldaşlar var ki, Qafarov Cəfərdir, onun kəndçisi
nə bilim müəyyən zami var. Müəyyən adamlar bizə o vaxtı kömək verdi, dayaq durdu. Biz də hələ ki yaşayırıq olduğumuz yerdə binədir, elə yaşamağa yararı deyil, intihası özümüz burada ev düzəltmişik, hamam düzəltmişik, yaşamağımız üçün hələ ki bir şərait yaratmışıq, hələ ki yaşayırıq. Sağ olsun hökumətimiz, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin. Bütün şəhidlər qarşısında mən bir Laçınlı kimi baş əyirəm ki, bizim o itmiş torpaqları bizə qaytardılar. Mən 93-cü ildə bura gəlib yerləşəndə mənim qaynatam burada yaşayırdı. Bir gün atamla gəlmişdi buraya, atam dedi ki, adı Həmdi kişi idi, ziyalı idi, partiyanın üzvü idi. 5 il 8 ay o biri müharibə vaxtı Moskvada, Geniştabada qalmışdı, savadlı adamıdır. Buraya gəlib çıxmışdı, dedi ki, familiyası neydi, Ələkbərov, sən bu şəkini harada gəlib? Dedi ki, Brejnevin xam torpaq əsərində oxumuşam ki, Brejnev 2-ci Ukraynadır, Sarıca düzü. Həm Dağlıq Qarabağ olun, həm çörəkli yer olduğuna mən buranı seçdim, gəldim. Sonra vaxt gəldi, biz də gəldik. Mənim üzr istəyirəm eşidənlərdə, bu mənim yoldaşım Həmdi kişinin qızıdır. Başqa kənddir də, bizim öz kəndimizdə deyildi. Bu şəhər mühitində elə bir böyümüşdü. Mal sağmağı da bilmirdi. Burada mən gəldik, çöllərə düşəndə mənlə çiyin-çiyinə, uşaqlarım da bu 5 qız balaca idi. Mənlə çiyin-çiyinə verdi, arvadın əziyyəti mənimki də çoxdur. O uşağı böyütdü, hamısında qızları Laçın rayonu vətəndaşına köçürtmüşəm, yuvada çıxartmışam. İndi də hal-hazırda yaşadığım bu Şəkinin Qayabaş kəndində buranın adı Qalavno gedir. Orada mən sahibkar deysəm biraz yekə çıxır. Nə bilim, kiçik bir fermer təsərrüfatı yaradıb heyvanla məşğuluq. Malımız var, qoyunumuz var. Belə bir arzum var ki, Allah talama ömür verə. Bu heyvanı, bu təsərrüfatı aparam, o Laçın rayonunun Qorçu kəndində. Orada bərpa eləyəm, orada mən balaca bir təsərrüfat özüm üçün düzəldəm. Onu orada inkişaf elətdirəm. Hökumətimiz də bizə kömək dayaq dura. Allah xuda bəndələm, yenə deyirəm, şəhidlərimizə rəhmət eləsin. Qarşılarında baş əyirəm. Qazilərimizə can sağlığı Allah versin. Bir də hökumətimizə Allah bir avanlıq versin. Allah bu erməninin bəlasını versin. Bir də bu Azərbaycan xalqına şəhid qismət eləməsin. Gerək çıxaq o torpaqlara, mən də orada bu təsərrüfatımı davam elətdirim. Bəylər dayı. Bəli. Hanımınız neçə ildir sizinlə yoldaşlıq edir? Bu gözəl vurğuladım. Mən indiki bu cavanların evlənib bir ildə sonra ayrılmasını çox pis baxıram. Bu mənada ki, ailə alancıq deyil ki, böyün burada tikəsən, sabah orada tikəsən. Mənim bu ailəmin yaşama tariximiz 1977-ci ilin noyabr ayının 11-də bu adamı mən loru dilən desək qaçırtmışam. Sonra noyabr ayın Özü danışa qaçmağı haqqında. özü qaçda məni yükə salacaq, qoy mən danışım. Danış. Bir də ıslatlıyıq, getdik, bunlar da toya gəlmişdi kətdən gənə. Meşədə güddük. Səni tanımırdı? Məni tanımırdı. Mən bunun valideynlərini tanıyırdım. Atam, anam həmişə deyirdi ki, nümunəvi ailədirlər. Ona görə atam məni çağırdı. Gördüm ki, yolundan 3-4 nəfər gəlir. Dedi, o qızı qaçırtmasan, mən gedirəm rayona. Evə gəlmə. Həqqi də elə olub, ha. Mən də cahalları yığdım, dedim nə olar. Atam deyir, türməsi də məndir, cərməsi də. Bunu qaçırtdıq. Nəysə apardı. Neçə nəfərlə qaçırtdınız? Hardasa 5-6 nəfər. Özüm deyəcəm. 5-6 nəfər öz. Hansıdır mən aparar. Eləsi vardı 60-70 yaş. Bilirsən ki, indiki halda bugünkü qanunla 144.3 ilə sənə 8 ildən 12 ilə cinayət işi düşürdü. Yox, sonra dərk eləmişəm ki, həqiqi düşürmüş.
Daha indi o vaxtda aksaqqal vardı, qarasaqqal vardı, bir-bir eşilən vardı. Qonşuluğumuza gözəl bir aksaqqalın qadını var. Getdi bunların evinə, mən razılıq aldı, getdi atam bana 3 gün 3 gecə toy elədi. Bax, ziyaret haqqı. 3 gün Kəlbəcər aşıqları gətirdi, çaldı. Sonra da gene üzr istəyirəm. Birinci bir oğlumuz olub. Ondan sonra 5 kızımız olub. Yoldaşım pis olmayıbdı. Demişəm Allah rızasını versin. O da balaca böyüyünün 8 yaşı vardı buraya gələndə. Burada onu biz yek atmışıq, köçütmüşük. Ama ağırlıq həqiqətən yoldaşım o. Elə biləm bizi götürəndə 44 ildi. Biz aile kurmuşuq. Hiçbir konfliktimiz olmayıb. Hiçbir elə bir ki ancaq yumruq olub birləşib bu 6 uşağı hələ ki yekətmişik. Evlatdan qutarıb indi də nəvələrlə. İndi Allaha şükür, qurban olum ilahi. Mənim görə siz ali təhsilli olmuşsunuz, oxumusunuz. İkimizin də təhsilimiz olub. Ancaq elə bil vurulmuş ermənilər bizi pərən-pərən dağıdandan sonra bir dəfə Laçınla qaçdıq. Sonra qayıtdıq, 3 aydan sonra həmin Qorçu kəndində 8 ay biz əzabla yaşadıq. Niyə? Qorxa-qorxa. Demək düzdür, Laçın polisi də bizim kətdə məskunlaşmışdı. Amma demək lampanı yandırırdım irəli ki çırağı. Yatanda onu Xaliq müəllim qoyurdum mən stolun altındakı pəncərədən görərlər. Gəlib erməni bizi qırar. Dünən də dedim, demək Sovet sədri ilə Kutaziyə apardı bu senariyadı, özümüzün də ermənimiz var idi içimizdə, satqınlar. Nətər koordinat vermişdilər, bomba ilə töküldü ki, Kutazi kəndində senariyadın içində. Gəldi ki, bu da ölür. Demək qızın da dodağı partladı, qan axdı. Gördü ki də uşaqdılar. Dedim ki, Rabil, papanı orada bomba düşdü papan gedən yerə. Həmin yerə düşdü da görünür, bax belə o tay-bu-tay. Yəni o mövqeylə ikinci dəfə Kəlbəcərlə çıxan vaxtı bura gəldik. Yazıq atam dedi ki, burada mühasibatda yer var, ged orada işlə. Baxdım ki, öz elimiz obamız deyil. Mən yad kişilərin içində gedib işləyə bilmərəm. Bax, bu sabah işte haqq. Getdim, tütün götürdüm. Nə at evinlə mən görməmişdim ağır iş. Nə qaynatam da düzüb məni prinsipə qaçırtmışdı. Dedi ki, həmdi nə alıb geydirib ondan alıb geyməliyəm. Bir cüt ayaqqabıdan ötürü gəldim, İngəçevirdən mənim atam mavi aldığı ayaqqabıdan aldı. Allah rəhmət eləsin. Elə bil ürəkli kişi idi. Məni də qaçırtdıran günü gedib girib böyüyün birinin yanına deyib ki, sənə verəcəm, böyün bir zibil qaynadıram. 45 yaşı yoxudu kişinin. Prokurorla onu hər adam deyə bilməzdi o qədər. Deyib ki, 3000. Deyib ki, dronda o belindəki naş vermə. Deyib ki, onu neyinirsən? Deyib ki, sən məndən qan pul istədin, öldürmürəm, gətiririm o kişinin qızım, mən xanım kimi saxlayayım. Düzü də heylə saxladı, Allah rəhmət eləsin. Atam qədər də büyüm mən o kişiyə, öz də tanımırdım mən bunlara gələndə o kişini. Yaxşı, anam, sizin o vaxtı qaçırdanda deyirsiniz ki, 10-15 nəfərlə qaçırdın. Bəlkə biraz ondan danışasan. Bilmirdiniz kim aparırlar. Yox. Onlar o yaralı yerdə həm gətirdik bəlkə. Həyatınızdan məmnunsunuz? O vaxtı üzdə haya da vardı da, düzü lazımdı. Heç kimi səmtimə qoymuram, bax öz Allah. Nə paltar, nə su da almıram ağzıma. Bir də gördüm ki də gəlib deyirlər ki, Hacı deyir ki, atası partlayır, qayıtmalıdır. Düzü lazımdır, heç birini tanımıram. Həl ağzımın oddu vaxtı, heç atamın üzünə də çıxmağa üzüm gəlmədi. Bir də öz elimizdə Aloğlu Camal deyirdilər, kül sınığı bir yerə yığırdı. O kişi gəldi, nəsə məni yayındırdılar ayrı yerə. Gəldi dedi ki, qızım, atan 15 nəfərin evini dağıdır, gəl yaz denən ki, özüm gəlmişəm. Bax, Quran haqqı qələmə alırdım əlimə, deyirdim ki, da bu kişi ağsaqqaldı da, bunun mən sözünü nətər salım yerə. Demək, biraz fikirləşirdim, deyirdim ki, mən nətər mən
Rabil bilmir o işləri çox. Yox da. Bir də deyirdim ki, nətər atamı sındırıb. Amma indiki cavanlara, indiki gedişata baxıram. Nə bilim, deyirəm, bəlkə də avvam olmuş. Şükür, heç nə itirməmişəm. Məmnunsunuz həyatınızdan. Şükür ilahiyə. Balalar var, nəvələr var. Allaha şükür. 15 nəvə var. 6 evlat var. Nə bilim, hamısı da heç nə deyəmə imkanlıdır, yaşayırlar. Heç uşaqların da talehindən nə rahat deyiləm, şükür ilahiyə. Mən bunu qeyd eləməsəm yanlışdır. Dayı insan üçün qılbadır. Atalar misalıdır. Bir dayım var. Onun oğlu var. Leningradda sahibkar işçidir. Bizə böyük dəstək olur. Oraya gidanımıza kömək eləyir. Bura gəlir, hamımıza əl atır da müəyyən işlərdə bizə kömək durur. Həmişə dayaq olur. Orada mənim uşaqlarım var, onları o dayaq durur, saxlayır, nəzarəti üstü olur. Son vaxtda belə bir söhbət, belə bir təkəbbüs qaldırıb ki, arzusu var ki, gəlib Laçına girib kənddə məscid tikdirəcəm. Qorçu kəndindən Bizim Qorçu kəndimizdə. Atanın adına. Adı Adildir. Allah ona dəyməsin. Allah bütün Azərbaycan xalqının üstə qara yel əsliməsin. Sağ ol, var ol. Gəl qardaş, burada gəl. Burada mənim bir balaca, kiçik bir kök atma heyvanlarım var. Bunun məqsədim, bu göngəni saxlamaqda məqsədim odur ki, böyük uşağımın, indi oğlumun bir əksüdə nəvəm kür mənə. Onun toy ələyağını görmüşəm. Allah qismət eləsə, bunu toyda kəsməyə hazırlatmışam ki, ona toy eləyəndə kəsim, cəmaata yemək içmək verim. Mənim bax, bu təsərrüf. Evladın da altısına da toy nişan eləmişik. Hamısını da bax, ikimiz əl-ələ verib Allah haqqı. Heç bir oğlan evindən bu kişi başlıq pulu zat istəməyib. Ay maşallah. Onun hamısını bax, ikimizin dırnağımızdan çıxan halal maya ilə nişan eləmişik o 5 qıza. Başlıq parası almamışsınız. Heç kimdə. Allah'ın Allah Teala heç kimlə düşman deyil. Mən onun yatmamışam, oturmamışım ikimizdə. Gəlib deyir ki, belə kişi, mən saat pul verim də, o şəhərli idi. Deyir ki, nə üçün əlləşsən, deyir evlad, deyir, mən də evladım üçün. O qızlarım mənə kişi kimi idi. Qızın üçü də silah ata bilirdi. Atlar binə bilirdi. İnanırsan, bu kətlər hamı deyir ki, onlar elə bil ki, cəllatdır o, qız uşağı deyil. Büyün də deyirlər. İndi Allaha şükür, baladan qutarmışıq, nəvənin toy ələyğim deyir. Allah ömür versin, görək. İnşallah. Allah Allaha fəna, Allaha fəna. Görürlər, indiki qudalar. Baxırlar ki, mən gəlinə də uşaq kimi baxıram. Hələ mən 22 yaşı var oğlunun. Onu bir səhət gelir, qaynana kimi çağırıb yuxudan durğuzmamışam. Şükür, o da mənim yolumu elə saxlayır ki, elçi özüm o qızı demişəm. Rabil öz istəyi varmayıb. İndi də hamıdan istəklidirlər. Hələ bir dəfə də peşman deyiləm, şükür ilahiyə. 6 qudayla da yenə bir-biri görəndə biz utanmırıq. Hələlik mehribançılıq var arada. Elə hansı gündən mehribançılıq olmazsa o gün Allah bizi yox eləsin.